Azərbaycan dövlətindən də xahiş edirəm, müvafiq qurumlardan kömək olsunlar, dəstək olsunlar bizə. Uşaqların tapmasına, itması ilə bağlı tapa bilək, kömək göstərsinlər bizə. Bizə köməklik göstərsinlər müvafiq qurumlar, məni buraxsınlar Sarıdan, o yüzden keçin mən də İrana keçmək istəyirəm sabah günü. Qoy tapım, mən də öz axtarışımı orada, mən də axtarış eləyim, uşağım üçün axtarım. Hasanov Ağadada Famil oğlu, Hasanov Turan Eyvaz oğlu, itkin düşən uşaqlar. Mən Ağadadanın atasıyam. Bizim qurumlar axtarırlar, sağ olsunlar, kömək elədilər, baxırlar, gəzirlər hər tərəfdən. Fövqəlası, Dövlət Sərhəd Xidməti, hamısı, polis əməkdaşları, hamı kömək elədi. Sadəcə, bəli, helikopter də verildi bizə. Bunlar da axtarışa çıxdılar. Sadəcə bizim gümanımız var ki, bunlar İrandadırlar. Çox güman ki, bunları külək aparıb İrana. Bizi İran dövlətindən xahiş edirik ki, onlar da sərhəd boyu axtarsınlar, bizə kömək olsunlar, səsimizə səs versinlər. Qardaş dövlətimizdən, Türkmenistandan, ümumiyyətlə xarici dövlətlərdən, Xəzər boyu dövlətlərdən, xarici İran, bir də Türkmenistan yaxın olan dövlət. Azərbaycan dövlətindən də xahiş edirəm, müvafiq qurumlardan kömək olsunlar, dəstək olsunlar bizə. Uşaqların tapmasına, itması ilə bağlı tapa bilək, kömək göstərsinlər bizə. Bizə köməklik göstərsinlər müvafiq qurumlar, məni buraxsınlar Sarıdan, o yüzden keçin mən də İrana keçmək istəyirəm sabah günü. Qoy tapım, mən də öz axtarışımı orada, mən də axtarış eləyim, uşağım üçün axtarım. 3 gündür bugünkü gündən biz axtarış eləyirik. Dövlət qurumları da, biz də, canlı qüvvədə, biz də axtarış eləyirik, tapa bilmirik. Ehtimal var mı? 99 yox, 100% ehtimaldır ki, xaricdədir bu, bunu külək aparıb. Xaricdədir bu uşaqlar, hökməni %100 bunlar İran İslam ərazisindədirlər. Çünki orada bizə kömək lazımdır, dəstək lazımdır, axtarış lazımdır, səsimizə səs versinlər ki, biz balalarımızı tapaq. Xahiş edirik sizdən. Ağadadanın əmisiyəm, Hasanov Turan əmim nəvəsidir. Mən dövlətimdən xahiş edirəm, Sərhəd Xidmətindən xahiş edirəm. Bizim Azərbaycan ərazisinə, Xəzər dənizinə sərhəd olan, qonşu olan, Astara rayına qonşu olan sərhəd İran İslam Respublikasında axtarışlar aparılsın. Biz güman edirik, %100 güman edirik ki, bizim için düşən uşaqlarımız hava küləkli olduğu üçün ehtimal da var, %100 də deyə bilərik ki, İran İslam Respublikasından keçiblər. Biz onlardan xahiş edirik, İran tərəfindən, İran İslam Respublikasından xahiş edirik. Bizim istinlərimizə dəstək olsunlar, bizə dəstək olsunlar. Biz üçün şərait qursunlar ki, biz də İrana çıxa bilək. Öz axtarışlarımızı orada da eləyə bilək. Biz 3 gündür axtarış edirik, Xəzər boyu sahilində, Astara rayonunda 3 gündür müvafiq qurumlar, fövqəladə, Sərhəd Xidmətinin gəmisi, fövqəladanın helikopteri bizə dəstəkdir. 3 gündür bizlə bərabər axtarışdadır bu bölgələrdə. Heç bir ipucu yoxdur. Yəni, batan insan olsa, axır bir şeyi meydana çıxmalıdır bu insanın. Heç bir şey meydanda yoxdur. Xahiş edirəm, bizim dəstək xidmətimizdən, Sərhəd Xidmətimizdən bizə dəstək olsun. Bizi İran İslam Respublikasında axtarışlar aparmağımız üçün bizə yardım eləsinlər, dəstək olsunlar. Bu famil mənim qohumumdur. Bu 2-3-cü gündür bizim Azərbaycan dövlətin işçiləri gözəl yazıblar, qəşəng axtarıblar. Bu vertolyot buradan gedir, orada bu sözdür. Yazıblar, axtarıblar. Yoxdur dedi bu ərazidə. İndi biz xarici dövlətlərdən kömək istəyirik ki, bu famil müəllimə kömək olsun, onun balasını tapsınlar. İndi biz xarici dövlətlərdən də xahiş edirik. Bizim öz dövlətimizdən xahiş edirik ki, xarici dövlətlərə tapşırsınlar, bizim balalarımızı tapsınlar. Bizim dövlət gözəl dövlətdir. Bizim hökumət Allah hizmətdir. Biz hamısından razıyıq. Mən sənə 56-lərdən də razıyıq. Gəziblər, axtarıblar. İndi burada tapılmır. İndi güman var ki, yəni bu külək bunu cənub tərəfinə əsə-əsə aparıb çıxarsın İrana. Çünki qabaq da belə olub. Mənim yaşım var, mən görmüşəm. 2 nəfəri apardı, çıxartdı İrana. Orada müalicə də elədilər, sağ-salamat. Müalicə də elədilər, sonra verililər təhvil. Yenə biz güman edirik ki, inşallah bizim də övladlarımızı belə tapılsın, sağ-salamat versinlər valideynlərinə.